Əgər zamok tikmək sizin də yaralı yerinizdirsə, növbəti texnikaya baxsanız, bunu daha rahat eləyə biləcəksiniz. İlk əvvəl zamoku ütülüyürük. Dişçiklərini ayırmaq üçün həmin nahiyəni də ütülüyürük və beləcə onlar bir-birindən ayrılırlar. Sonra isə zamoku yubqaya köklüyürük və bunu kökləməmişdən qabaq yubqanın arxa hissəsi tikilir. Lazım olan yerə qədər 3 cm-dən tikilir. Zamoklu yer isə 4 və yaxud 5 cm-lik tikilir. Çünki həmin nahiyəni biz köklədikdən sonra sökəcəyik. Söktükdən sonra dəmir dişçiyi aşağı salırıq. Aşağı salırıq ki, biz zamoku tikdiyimiz zaman bizə maynə olmasın. Və sonra xüsusi ayaqcıqdan istifadə edirik ki, bu dişçikləri bir-birindən ayırmaq üçün istifadə olunur və çox rahat şəkildə tikilir. Birinci bir tərəfi, sonra isə ikinci tərəfi. Aşağı saldığımız dəmiri yenidən həmin nahiyədən yuxarı qaldırırıq və yoxlayacaq ki, düzgün oturubmu, hər iki tərəf bərabərdirmi, hər hansısa bir defekt varmı və nəticəyə baxaq. Hər hansısa bir dalğanın olub-olmadığını görürsünüz ki, heç bir dalğa yoxdur. Elə bil ki, sadəcə tikiş yeridir. Heç zamokun olub-olmadığı da bilinmir.